Salam uşaqlar, bugün testlərlə işləyək. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. 56-cı testimizdir. Birinci sual belədir. Сколько в русском языке согласных bukv? Samit hərf neçədir? 33 hərfimiz varsa uşaqlar bilirik ki, deməli onun 10-u bizdə saytdır, 21-i bizdə samitdir. Və tverdi və məxki znakda üstəgəl. Belə deyək də. Çünki məxki znak və tverdi znak nə sayda aiddir, nə samitə. Ona görə də biz deyirik ki, 21. В каком слове гласных больше, чем согласных? Так, гласные bukvы, yəni deyir ki, say çoxdur samitə baxanda. Так, кино 4, 4, ему. Так, bizdə burada 2 saytımız var. 2 saytımız var. 2 də samitimiz var. Görürsünüzmü? Amma bizə glasных больше demə. Burada deyir. Saytı çox olanı deyir. Tak, emuda bəli 2 deməli saytımız var. Bir dənə də samitimiz var. Tak, bunu götürə bilərik. Və şyotda bircə dənədir. Qalanları da ş ilə t bizdə samitdir. Deməli, emu düz oldu. Дальше. Сделай transkriптию slova yel. Yel sözünün transkripsiyasını yazmalıyıq. Burada y ilə başlayan biz bilirik ki, 4 hərfimiz var ki, y, yo, yu və ya 2 səs verir. Düzdürmü? Deməli, y hərfi hansı səsi verir uşaqlar? Biz bilirik ki, ikratkaya və e. Düzdürmü? İkratkaya və e. Deməli, transkripsiyada ikratkaya e olacaq və l-nı yazırıq yanında. Məxki znakda transkripsiyada yaza bilmirik deyə biz bax bu şəkildə deməli nişanə qoyuruq. Yel. Найди строку, где написаны гласные буквы, которые могут обозначать два звука. Hansı deyir ki, variantda 2 səs verən hərflər var. Biz də demişik ki, y, yo, yu və ya-dır. Düzdürmü? Deməli, bizdə y, ya, yu. V variantıdır. Burada tablицу нужно заполнить. Сколько букв, звуков и слогов. Deməli, neçə hərf var, neçə səs var və neçə heca var. Məsələn, yula sözündə 3 hərfimiz var, 4 dənə də səsimiz var. Niyə? Çünki yu 2 səs verir. Və neçə hecası var? 2. Çünki neçə dənə sayt varsa, o qədər də hecamız var. Dəlşi, coin'da 4 hərfimiz varsa, məxki znak düşür səsdə, olur 3. Və bir dənə burada saytımız var, deməli 1 hecamız var. Domda 3 hərfimiz, 3 səsimiz və o burada bir saytdır, deməli bir hecadır. Bukvı mı hərfləri nə edirik biz? Yazırıq. Düzdürmü? Pişim. В каком слове гласных букв меньше, чем букв согласных? Burada da гласных bukv меньше. Sayt azdır. Amma samit çox olmalıdır. Deməli burada sayt gəlin baxaq. 1, 2, 3 və 3 dənə də samit var. Buna görə də bundan keçirik. Звезда sözündə 2 dənədir, amma qalanları 1, 2, 3, 4. Deməli, bu uyğun gəlir. Burada 2 və 2-dir. Burada da götürə bilmərik. В каком слове напишешь букву Я? Кепка, собака и поляна. Bu şəkildə yazırıq. Укажи верную характеристику звука Ş. Ş bizdə согласныdır. Düzdürmü? Samitdir, kardır, gluxoy və həmişə incədir. Düzdürmü? Ona görə də biz bax bu şəkildə deməli A variantını götürərik. Сколько звуков обозначает буква Я в слове мята? Ya hərfi biz demişik ki, samitin yanında olanda, görürsünüzmü, samitin yanında olanda bir səs verir və o səs A kimi özdə eşidilir. Deməli, samitin yanında olan ya hərfi mята sözündə bir səs verir. Все, belə uşaqlar, sağ olun, görüşərik.